Selamun Aleyküm və Rahmetullah. Və aleykum salam və rahmetullah. Şeyx, indi çox danışılır ki, qadınla kişi tam bərabər olmalıdır. Bu fikir İslamda nə qədər uzlaşır? Elhamdülillah, yəni o kim deyir? Yəni normal adam mənə elə gəlir ki, onu deməz. Çünki qadınla kişi belə, hətta təbii belə fərqlidir. Allah Taala onları fərqli yaradır. Hətta yaradılışda. Adəmi torpaqdan yaratdı, lakin Həvvanı torpaqdan yaratmadı. Həvvanı Adəmdən yaratdı. Elə Allah Taala elə yaradıb ki, qadın ehtiyaclıdır kişiyə. O hərdən çıxışlar olur, saat düzdür, təbliğat gedir ki, qadınlar, siz qadınlar, sizin hüquqlarınız, bəs müstəqil olun və elə təşkilatlar var ki, hətta deyirlər ki, kişi də lazım deyil artıq və s. və s. Belə təbliğat gedir, cəmiyyəti pozurlar. Nə ki, dini cəhətdən, başqa cəhətlərdən də pozurlar. Belə təbliğat var, amma əksinə baxırsaq, qadın daima kişiyə ehtiyaclı olub, kişi də qadına. La ayırmaq olmaz. Sadəcə kişi üstündür qadından müəyyən məsələlərdə. Müəyyən məsələlərdə eynidir. Aydındır? Bunu din altında eləyənlər də var, hədis inkarçıları şeyh. Olmaz. Qadınları öz tərəfinə yığmaq üçün. Normal adam deyil. Normal adam deyil. Belə normal adam belə danışmaz. Qaldı ki, əgər elə qəsd edirlər ki, gör ki, qadının hüquqları yoxdur dində, o yalandır. Əksinə, din qadına hüquq verir, İslam dini. İslam gəlməmişdən qabaq, qadınların haqları yoxdur. Hətta indi də çox yerlərdə qadın haqları yoxdur başqa dinlərdə. Amma İslamda qadın haqları var. Qız kimi, hətta doğulmamışdan qabaq rəğbətləndirir ki, qız oğlandan fəzilətlidir. Savabı çoxdur. Hətta cənnətə girməyə. Həmçinin ana kimi, bacı kimi, nənə kimi. Yəni İslam necə qadına haqlar verib və hörmət edib, heç bir din verməyib, heç bir qanun da demək olar ki. Aydındır? Şübhə gətirirlər ki, talaq olsun kişi verir. Bilirsiniz, elə məsələlər var ki, məsələn, qadına verilsəydi talaq, qadına, hamı boşanardı. Çünki, məsələn, elə xüsusiyyətlər var ki, qadında, kişidə yoxdur. Qadında olsaydı, məsələn, çox ailələr boşanardı. Çünki qadın görürsən, gedir, sonra birdən incir nəsə, birdən görür çətinlikdir, deyir, boşa məni. Dərhal deyir, mənə boşa məni. Ona görə bu kişiyə verilib, kişi daha təmkinlidir. Ona görə ailələrin çoxsu qorunub. Əgər bu qadına verilsəydi, ailələr zəifləyəcəkdi, ailələr çoxsu dağılacaqdı. İndi də kişilər zəifləyib, ona görə ailələr dağılır. Çoxsu. Kişinin yeri olmalıdır. Kişini zəiflətmək olmaz. Zəiflədi, cəmiyyət pozulacaq. Ona görə hikmətdən də Allah Taala'nın hikmətindəndir. Kişiyə verilib talaq, lakin bu o demək deyil, qadına haqları pozulub. Qadın talaq istəyə bilər ərindən. İstəyə bilər. Amma yenə son qərarı kişi verir. Bu kimi. Bu qədər.